Onlar çalışıblar bu işgələ cavab versinlər. Amma cavab verməklə daha da böyük işgəllərə yol veriblər, daha da böyük problemlərə yol veriblər. O belə bir misal var, qaşdakı qüsuru düzəltmək istəyirdi, vurdu gözü çıxartdı. İnanın ki, bu misal onların alimlərinə tam uyğun gələn bir misaldır. Yəni bunun başqa bir adı yoxdur. Bu açıq aydın şəkildə etiqadlarını bəyan edə bilməməkdir və sifətlərlə əlaqəli olan nasların qarşısında aciz bir duruma düşməkdir. Bunun adı budur. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala imamil mursalin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'du. Esselamu aleykum ve rahmetullahi ve berekat. Əziz və dəyərli müsəlman qardaş və bacılarım. Danışacağım olduqca əhəmiyyətli və hər birinizin bilməsi zəruri olan bir mövzudur. Bu elə bir mövzudur ki, kəlam əhlini çaşdırmış, heyrətə salmış və onları çıxa bilməyəcəkləri dar bir çəmbərə sıxışdırmışdır. Nədir o mövzu, qardaşlar? Quran və sünnə, ha belə bütün səmavi kitablar necə olmuşdur ki, içində zahiri təşbih və təcsim olan mütəşabih ayələrlə nazil olmuşdur. Bununla yanaşı, Quranın digər ayələrində də kəlam əhlinin iddia etdikləri o tənzih etiqadı da, o tövhid etiqadı da zikr olunmamışdır. Heç bir ayədə, heç bir hədisdə, nə sahabə, nə də ki sələf imamlarının sözlərində Allah subhanahu və teala cövhər deyildir, araz deyildir, aləmin daxilində də deyildir, aləmin xaricində də deyildir, ucalıq cihətində də deyildir kimi fəlsəfi tənzihlər varid olmamış və keçməmişdir. Hər bir mömin bilir ki, Quran hidayət, bəyan və xarab etiqadlara şəfa olan bir kitabdır. Belə olduğu halda, bəs nə üçün Quran-ı Kərim özündə batili zikr edib, amma kəlam əhlinin güman etdikləri o tənzih etiqadı isə qeyd etməyib? Hələ mən Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərindən danışmağa başlamamışam. Elm, hidayət və bəyan ilə göndərilmiş, danışığı açıq aydın vəhy olan, 23 il dəvət aparmış, ancaq kəlam əhlinin güman etdikləri o tənzih etiqadı haqqında bir hərif də olsun belə danışmamış. Rasulullah sallallahu aleyhi ve sellem deyil Qurandakı zahiri təşbih və təcsim olan mütəşabih ayələri açıqlamasına, Peyğəmbər sallallahu aleyhi ve sellem özü də yüzlərlə zahiri təcsim və təşbih olan hədislər zikr etmişdir. Alim və avam insanların qarşısında zahiri təşbih və təcsim olan hədislərlə uca Allahı tanıtmış və onu vəsf etmişdir. Peyğəmbər nə vadar etmişdi ki, avam və alim insanların qarşısında uca Allahı barmaq, iki əl, ovuc, nuzul, gəlmək, fərəqlənmək, razı qalmaq və bu qəbildən olan sifətlərlə vəsfləndirsin. Əgər ki bunlar haqq deyildirsə, Peyğəmbər sallallahu aleyhi ve sellem bunlarla uca Allahı niyə tanıtdı, niyə vəsf etdirdi ki? Hər bir aqil insan bilir ki, əgər Quranda zahiri işgəl yaradan mütəşabih ayələr varsa, hökmən Peyğəmbərin boynuna vacib olur ki, o işgəli izah edib aradan qaldırsın. Çünki o işgəl yaradan ayələri izahsız buraxmaq avam insanlar və İslam'a yeni girənlər üçün olduqca təhlükəlidir. Xüsusən də ki, Rasulullah sallallahu aleyhi ve sellem ümmətinin imanlarının qəlblərindən sökülüb çıxarılmasına olduqca qorxurdu və olduqca həris idi ki, ümmətinin imanına xələl gəlməsin. İman sahabələrin qəlblərində bərqərar olduqdan sonra deyil, Peyğəmbər sallallahu aleyhi ve sellem o ayələri izah etməsinə, hələ bir o ayələrin üzərinə zahiri təşbih və təcsim olan yüzlərlə hədislər də əlavə etdi. Vallahi, həqiqətən də bu kəlam əhlini heyrətə qoyan və cavab verməkdə əziyyət çəkdikləri bir mövzudur. Bu onların işgələ düşdükləri bir mövzudur. Yəni onlar uca Allahı öz ağıllarınca nöqsanlardan münəzzəh etdiklərini düşünürlər. Onlara görə Allahı ucalıq cihətindən münəzzəh etmək, onu nöqsanlardan münəzzəh etməkdir. Bunların ağılınca bu cürdür. Ona görə də deyirlər ki, Allah subhanahu və teala nə aləmin daxilindədir, nə də ki, xaricindədir. Yaxşı, bu etiqad özünü kitab və sünnətdə əks elətdirə bilir? Cavab, yox.
Bəs sələfin dilində necə? Bu etiqad özünü əks elətdirə bilir? Cavab: yenə də yox. Bax, bu onların düşdükləri eyib və böyük bir işgəldir. Bir etiqad iddia edirlər. Nə kitabda, nə sünnətdə, nə də ki, salih sələfin dilində bu etiqad özünü əks elətdirə bilmir. Tarix boyu bəzi böyük Əşari və Maturidi alimləri bu işgələ cavab verməyə çalışıblar. Bu eybi, bu töhməti öz üzərlərindən qaldırmaq istəyiblər. Amma cavab verməklə yanaşı daha da cavab veriblər və daha da böyük və daha da bir işgələ yol açıblar. İndi isə bir neçə Əşari və Maturidi alimlərinin bu işgələ cavab vermək istədikləri zaman sifətlərlə əlaqəli naslar qarşısında aciz vəziyyətə düşməklərini sizə ərz edəcəm. Çalışıblar ki, bu problemə cavab versinlər, amma sifətlərlə əlaqəli nasların, ayə və hədislərin qarşısında aciz qalıb daha da böyük bir problemə düşüblər. O alimlərin birincisi 3 dənə alim zikr edəcəm. Və bu 3 dənə alim elə bir alimdir ki, onların hamısı da bir mənalı şəkildə kəlam əhli nəzdində ən mötəbər imamlardan sayılır. Belə ki, üçü də Əş'ari və Maturidiliyə böyük bir əvəzsiz xidmətlər veriblər. Bunların birincisi kimdir? Abu Hamid Əl-Ğazali. Abu Hamid Əl-Ğazali haqqında danışmağa ehtiyac yoxdur. Məruf bir kəsdir. Hamınız onu tanıyırsınız. Onun İlcamul Avam an İlmil Kəlam adlı bir kitabı var. Həmin kitabın 131-ci səhifəsində bu işgələ cavab vermək istəyir. Baxın, görün, əgər ki, hələ onun bu cavab sayıla bilərsə. Deyir ki, Abu Hamid Əl-Ğazali, əgər biriləri gəlib bizə belə bir sual versə, belə bir iddia ilə, belə bir etirazla bizi sıxışdırmaq istəsə, ona nə cavab verir? Yəni, sanki öz tabeçiliyində olan, yəni digər Əşari və Maturidiləri, bu avam kütlələrini, özlərini, kim gəlib onlara belə bir etiraz eləyərsə, o etiraza bu cür cavab verir. Yəni, bir növ nə edir? Hazırlaşdırır. Ona görə deyir ki, əgər biriləri gəlib bizə belə bir sual versə, desə ki, nə üçün Peyğəmbər sallallahu aleyhi və səlləm Allah barəsində həqiqi doğru etiqad haqqında xəbər verməmişdir? Nə üçün verməmişdir Peyğəmbər sallallahu aleyhi və səlləm Allah haqqında həqiqi doğru etiqad haqqında danışmamışdır? Nə üçün o ümmətinə uca Allah cövhər deyil, araz deyil, aləmin daxilində də deyil, aləmin xaricində də deyil, ucalıq cihətində də deyildir xəbərini çatdırmamışdır? Hansı ki, bu deyilənlər kəlam əhli yanında haqq bir etiqaddır. Onlar bunu qəbul edir və onu bilirlər. Kəlam əhli bunu bəyan etdiyi kimi, Peyğəmbər də bunu bəyan etsəydi, olmazdımı? Peyğəmbər də bunu bəyan etsəydi, beləliklə də onun ifadələrində qüsur, haqqı bəyan etməkdə səhlənkar və elmində nöqsan olduğu da düşünülməzdir. Bax, bu sual daim əhli hədis tərəfindən, əhli sünnət tərəfindən bunlara verilən ilzami, etirazı bir sual idi. Madam deyirsiniz, doğru etiqad budur, Allah nə aləmin daxilində, nə xaricində, ucalıq cihətində deyil, elə isə niyə nə kitabda, nə sünnətdə, nə də sələfin dilində bu etiqad mövcud deyildir? İndi bu böyük bir işgəldir. Çalışırlar bu işgəli neynəsinlər? Cavab versinlər. İndi baxın, görün, Abu Hamid Əl-Ğazali bu işgələ necə cavab verir? Deyir ki, kim bu məsələyə ədalət nəzəri ilə baxarsa, ədalət baxışı ilə baxarsa, Peyğəmbərə üzür gətirər. Çünki əgər Peyğəmbər insanlara bu etiqadı demiş olsaydı, insanlar bu etiqadı qəbul etməkdən qaçar, onu inkar edər və deyərlər ki, belə bir etiqadın olması mümkün deyildir və nəticə etibarı ilə də inkara düşmüş olardılar. İnsanları haqqı inkar etməyə sürükləyən aşırı bir tənzihdə xeyir yoxdur. İndi siz özünüz deyin, məgər ki bu işgələ cavab verməkdirmi? Bu cavab özündə nə qədər böyük, ciddi və qorxulu problemləri əhatə eləyir, saysaq səhərə qədər qurtarmaz. Lakin 4 dənə əsas mühümünü zikr edəcəm ki, o kəslər ki, Əşari və Maturidilər kəlam əhli mövzusunda danışarkən batilə haqq donu geyindirirlər. Bunu qulaq asdıqdan sonra biraz anlaqlı olsunlar ki, nə danışırlar. Deməli, ən birincisi, Ğazalinin məsələ qarşısında aciz qalıb,
peyğəmbəri haqqı əda etməkdə, haqqı əda etməməkdə ittiham etməsi. Fikir verin. İnsan bu işgəli aradan qaldırmaq istəyib. Bu problemə cavab vermək istəyib. Bir etiqad deyirlər, Allah nə aləmin daxilində, nə xaricində, uzaq cəhətində deyil. Bu etiqad nə kitabda, nə sünnətdə, nə sələfin dilində mövcud deyildir. Onlara görə də bu haqdır. Yaxşı, şimdi bu problemi aradan qaldırmaq lazımdır. Qaldıra bilmirlər. Bununla əlaqəli Quranda yüzlərlə dəlillər var. Sünnədə yüzlərlə dəlillər var. Sələfin sözləri var ki, Allah hardadır? Uzaqlıq cəhətindədir, fövqdədir. Bu nasların qabağında aciz qalır. Çıxış yolunu nədə görür? Peyğəmbər sallallahu aleyhi və səlləmi haqqı əda etməməkdə ittiham edir. Görün nə deyir? Kim bu məsələyə ədalət nəzəri ilə baxsa, Peyğəmbər üzr gətirər. Çünki əgər o insanlara bu etiqad demiş olsaydı, insanlar bu etiqadı qəbul etməkdən qaçar, onu inkar edər və deyərlər ki, belə bir etiqad mövcud ola bilməz. Bu açıq aydın şəkildə Peyğəmbəri haqqı təbliğ etmir. Madam bu haqq idisə, Rasulullah sallallahu aleyhi ve sellem bunu niyə təbliğ etməyib? O isə, baxın görün, Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə Rasulullah sallallahu aleyhi ve sellem görün nə deyir? Uca Allah buyurur ki, Ya eyyuhar Rasul, ey elçi, bəlliğ mə unzilə ileykə min Rabbik, Rəbbindən sənə nazil olan təbliğ et. Və in ləm təfəl fəmən bəlləqti risalətəhu, əgər təbliğ etməsən, bunu etməsən, onun risalətini təbliğ etməmiş olarsan. Vallahu ya'simuka minən nas. Allah səni insanlardan qoruyacaq. Bu ayədə Allah subhanahu wa ta'ala çünki bizə xəbər verir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Allah subhanahu wa ta'ala'nın risalətini təbliğ etməklə yükümlü olub. Və heç bir ayədə Allah subhanahu wa ta'ala bizə xəbər verməyib ki, uca Allah Peyğəmbər sallallahu aleyhi ve sellem Allahın risalətini təbliğ etməyib. O isə Qazali açıq aydın şəkildə məsələ qarşısında aciz qalıb Peyğəmbər sallallahu aleyhi ve sellemi haqqı təbliğ etməməkdə neynir? İttiham edir. Bu birinci işgəl. İkinci işgəl. Qazalinin verdiyi işgələ cavab verərkən ən sonuncu ifadəsinə fikir verin. Bütün ifadəsini başdan oxuyum ki, daha başa düşəsiniz, yaxşı başa düşəsiniz. Deməli buyurur ki, kim bu məsələyə ədalət nəzəri ilə baxarsa, Peyğəmbərə üzr gətirər. Çünki əgər o insanlara bu etiqadı demiş olsaydı, insanlar bu etiqadı qəbul etməkdən qaçar, onu inkar edər və deyərlər ki, belə bir etiqadın olması mümkün deyildir. Nəticə etibarilə insanlar inkara düşmüş olarlar. İnsanları haqqı inkar etməyə sürükləyən aşırı tənzihdə bir xeyir yoxdur. Demək istəyir ki, bu aşırı bir tənzihdir. Yəni demək ki, Allah nə aləmin daxilində, nə xaricində, uzaq cəhətində deyil, aləmə birləşik də deyil, aləmdən ayrı da deyildir. Bu deyir ki, bunu aşırı tənzih kimi qələmə verir. Yəni bu həqiqətən Qazalinin burada, bu kitabda, adı keçən səhifəsində, adı keçən kitabda bu sözü deməsi olduqca əcaib və qəribədir. Madam bu aşırı tənzihdirsə, burada bunu aşırı tənzihdirsə, niyə Qazali bunu digər yüzlərlə kitabında qeyd edir? Deyil, Qazali keçmişdə, orta əsrlərdə, hətta günümüzə kimi yaşayan əşari alimləri, mütəfəkkirləri, böyük alimləri bu aşırı tənzihi öz mədrəsələrində, camilərində, Azharda oxuyanlar bilir, Azharda və Azharın filialı olan, istənilən ərəb dövlətlərində olan Azharın filiallarında oxuyanlar bilirlər ki, Əşari və Maturidi şeyxləri bu etiqadı açıq-aşkar şəkildə danışırlar. Müasir risalələrində, kitablarında, orta əsrlərdə və qədim dönəmlərdə də yazılmış risalə və etiqad kitablarında bu mövcuddur. Bu aşırı tənzihdirsə, niyə bu bütün risalə və kitablarında mövcuddur? Bir örnək verin, baxın. Deməli, bunların məşhur bir şeyxlərindən biri var, müasir şeyxlərindən biridir, əşarilərin. Adı da nədir? Cəmil Həlim. Səhv eləmirəmsə, Lübnandandır. Təsəvvür edin ki, bu insan ümrə ziyarətinə gedir. Ola bilsin, həcc ziyarəti olsun, dəqiq bilmirəm. Mühüm olunur ki, ehram geyimində Kəbəni tavaf edir. Ümrədə və həcdə olanlar bilir ki, bəzi insanlar Kəbəni tavaf edərkən qrup rəhbəri kimi öndə olur, arxada da öz qrupu dayanır. İndi bu əməl düzdür, səhvdir, o mövzuya toxunmuram. Əlində mikrofon müəyyən dua və zikirləri səslə deyir, arxadakılar da bunu təkrarlayır. Həmin bu əşari alimi Cəmil Həlim qrup rəhbəri kimi öndə dayanıb, arxasında bir 20-30 dənə də müridi var, əlində mikrofon yüksək səslə qışqırır. Allah nə aləmin daxilindədir, nə də aləmin xaricindədir.
arxadakılar bunu təkrarlayır. O bunu deyir, arxadakılar bunu təkrarlayır. Təsəvvür edin, insanlar Kəbəni tavaf edir, zikr eləyən, istiğfar eləyən, ağlayan, Allahdan bağışlanma diləyən. İnsanlar bu cür gözəl ibadətlərlə məşğul olduğu halda bu adam görün nə cür fasid və pis bir etiqadı Kəbəni tavaf edərkən izhar edir. Yəni bu aşırı tənzih deyildir onlarda. Bu onlarda olmazın olmazıdır. Ən zəruri etiqaddır. Bu iki. Üçüncü. Baxın. Peyğəmbər sallallahu əleyhi və səlləm 23 il dəvət apardı. Amma bu etiqad barəsində bir nəfərə də belə danışmadı. Əksinə təcsim və təşbih gərəkdirən şeylər danışdı. Bu necə oldu ki, Peyğəmbər sallallahu əleyhi və səlləm 23 il dəvət aparıb? Yəni bu 23 ildə Peyğəmbər sallallahu əleyhi və səlləm bircə dəfədə məqam düşmədimi ki, bu etiqadı insanlara başa salsın? Qazali burada açıq-aydın deyir ki, yəni Peyğəmbər bilirdi bu etiqadı. Fikir verin, kim bu məsələyə ədalət nəzəri ilə baxsa, Peyğəmbərə üzr gətirir. Çünki o əgər insanlara bunu desəydi, insanlar onlar qasardı. Deməli, Peyğəmbər bu etiqadı bilib. Amma deməyib. Yəni 23 il ərzində Rasulullah sallallahu əleyhi və səlləm bircə dəfədə bir məqam tapmadı ki, bu etiqadı kiməsə desin. Bu necə ola bilər? Yəni bir adam yox idi ki, ona başa sala bilsin ki, yəni əslində insanların bu etiqad etməsi ki, Rəbb, yaradan, xaliq ucalıqdadır. Bu batildir, belə deyil. Yaradan əslində nə aləmin daxilində, nə də xaricindədir. Bunu izah eləməyə bir adam tapmadı. Bunu izah eləməyə bir məqam tapmadı Peyğəmbər sallallahu əleyhi və səlləm. Bu üçüncü işgəl. Dördüncü işgəl. Dördüncü işgəl odur ki, Qazalinin bu kəlamı açıq-aydın şəkildə ifadə edir ki, kəlam əhlinin alimləri Peyğəmbərdən daha natiq, sahabələrdən isə daha fəhmlidirlər. Fikir ver. Adam deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bu etiqada dəvət etsəydi onlardan qaçardı insanlar. Peyğəmbərdən insanlar qaçardı. Deməli bu etiqada dəvət etməyib. Amma biz baxanda görürük ki, kəlam əhlinin alimləri bu etiqadı çox asan bir şəkildə izhar ediblər. Danışıblar. Danışırlar da. Risalə və kitablarına da alıblar. Və bu etiqadı onlardan da digər kəlam əhlinin alimləri də eşidib, qəbul ediblər və heç kimdə inkara düşməyiblər. İndi sual çıxır. Necə olur ki, bir məsələni kəlam əhlinin alimləri izah edə bilir, başa sala bilir və onlara qulaq asanlar da başa düşürlər və inkara da düşmürlər. Amma Peyğəmbər sallallahu əleyhi və səlləm bunu izah edə bilmədi. Və elə bir adam da yox idi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ona başa sala bilsin ki, doğru etiqad budur. Yəni sahabələrin içində alim sahabələr var da, Hüzeyfə ibn-i Yəmən, Muad ibn Cəbəl, İbn Məsud, İbn Abbas, Abdullah ibn Ömər, Əbu Bakır, Ömər, Osman, Ali. Yəni bunlara da mı Peyğəmbər sallallahu əleyhi və səlləm bu haqqı başa sala bilmədi? Bu etiqadı başa sala bilmədi? Yəni sahabələr arasında bir normal başa düşə bilən bir sahabə yox idi ki, Peyğəmbər onlara bu etiqadı başa salsın. Ki, ay insanlar, həqiqətdə bu avam insanların anladığı kimi deyil. Doğru etiqad bu deyil. Doğru etiqad odur ki, Allah nə aləmin daxilində, nə də aləmin xaricindədir. Bu bəsbəlli şəkildə Qazalinin sözü onu ifadə edir ki, kəlam əhlinin alimləri Peyğəmbərdən daha fəsahatlı, Peyğəmbərdən daha bəlağatlıdır və sahabələrdən isə daha fəhmlidirlər. Bu kim idi? Əbu Hamid Əl-Qazali. Növbəti onların böyük alimlərindən biri, hansı ki məzhəbin fikir atalarından biridir, məzhəbin yaradıcılarından biridir. O da kimdir? Fəxrəddin Ər-Razi. Fəxrəddin Ər-Razi Təsis-ü Təqdis adında bir kitabı var. Həmin kitabın 237-ci səhifəsində nə üçün Quranda zahiri təşbih və təcsim olan mütəşabih ayələr nazil olub? Nəyə görə nazil olub? Nazil olmasında 5 dənə səbəb var. O 5 dənə səbəbi də nədir? Zikr edir. Və biz o 5 səbəbdən 5-cisini oxuyacağıq. Çünki mövzumuzla əlaqəli olan məhz 5-cisidir. Baxın, görün Fəxrəddin adı çəkilən kitab və qeyd olunan səhifədə nə deyir? Deyir ki, bil ki, həqiqətən də təhqiqatçı alimlər mütəşabih ayələrin nazil olması barəsində bir neçə faydaların olduğunu qeyd etmişlər. Onlardan da 5-cisi və o ən güclüsü hesab edilir. O hələ ən güclüsüdür. O ən güclüsü hesab edilir. Nədir o 5-cisi? 5-ci odur ki, həqiqətən də Quran avam və alim insanların dəvəti üçün nazil olmuşdur. Avam insanlar isə xalis əqli həqiqətləri anlamaqda yararlı deyillər. Ona görə də avam eşidəndə ki,
Allah uzalıqda deyil və ona tərəf işarə də etmək olmaz. Avam belə şey dedikdə, avam elə zənn edir ki, sən ona olmayan bir varlıq haqqında danışırsan. Ona görə də qorxulur ki, nə olsun? İnkara düşsün. Məsələ buna görə də avam insan üçün ən münasib olanı o idi ki, sözlərə fikir verin. Məsələ buna görə də avam insan üçün ən münasibi olan o idi ki, Quran ayələri elə bir ləfslərlə ensin ki, avam o ayələrdəki ləfsləri eşitdikdə başında bir şeylər təsəvvür və bir şeylər təxəyyül edə bilsinlər. Bu da bunun cavabı. Yəni, nə üçün sizin dediyiniz bu təvhid və tənzih etiqadı Quran-ı Kərimdə varid olmayıb? Əksinə, Quran-ı Kərimdə sizin dediyinizin əksi varid olub. Allah uzalıqdadır, Allah fövqdədir, Allah ərşin üzərindədir. Cavabı budur ki, bu avam insanları idarə eləməkdən ötəridir. Avam insanlara deyilsəydi ki, əgər Quranda Allah nə aləmin daxilində, nə aləmin xaricindədir, avam inkara düşərdi. Avam insan üçün bir münasib nə idi? Quranda onlara bu cür xitab edilsin ki, Allah fövqdədir, Allah uzalıqdadır, ərşin üzərindədir. Niyə? Səbəb nədir? Çünki bu cür ləfslərlə ayələri eşitdikdə başında avam insan bir ilah təsəvvür edə bilsin deyirəm. Bu birisi nəyə oxşuyur? İndi bir misal çəkəcəm, yəqin ki, çoxunuz mənə təsdiqləyəcəksiniz. Bir balaca uşaq ağlayır, nə qədər eləsən səsi kəsmir. Artıq səsini kəsmək üçün götürürsən ona şəkilli bir kitab verirsən ki, açsın, baxsın. Şəkilli kitab verirsən, açır, baxır, şəkillər xoşuna gəlir və səsini kəsir. Bu ilə ona bənzəyir. Bu açıq aydın şəkildə Quranı təşbih və təcsim kitabı olaraq ittiham etməkdən başqa bir şey deyil. Yəni, avamları təşbih və təcsimlə idarə edən bir kitabdır Quran. Bunu ifadə etməkdən başqa bir şey deyildir. İndi mən sual verirəm. Məgər bu işgələ cavabdırmı? Bu işgələ cavab deyil. Fəxrəddin Razi bu işgələ cavab verərkən daha da böyük bir işgəli nə eləmiş oldu? Üzərindən çəkmiş oldu. Növbəti alim belə ki, Əş'ari və Maturidiyə böyük xidmət göstərmiş, mühüm etiqad kitablarının müəllifi olmuş, mühüm etiqad kitablarının şərhçisi olmuş Sə'duddin Ət-Təftəzəni 722-də doğulmuş, 792-ci ildə isə vəfat etmişdir. Onun Şərhül Məqasid adlı bir kitab var. Kitabın əsli zaten özünün deyil, başqa birisinindir və bu kitaba şərh yazıb. Adını qoyub Şərhül Məqasid. Adı keçən kitabın 4-cü cildi 50-ci səhifəsində bu işgəldən danışır və çalışır ki, neynəsin? Bu işgələ cavab versin. Baxın, görün, cavab verərkən necə də özlərini sifətlərlə əlaqəli olan nasların qarşısında aciz bir vəziyyətə qoyurlar. Deyir ki, Təftəzəni, əgər ki, haqq din, bu kəlmələrə diqqət edin. Görün, insan burada necə də gözəl bir məqamlar var, onları özü də etiraf edir. Deyir ki, əgər ki, haqq din Allahın ucalıq cihətdə olmasını inkar etməkdirsə, yaxşı o zaman biz bu səmavi kitabları və Peyğəmbərin hədislərini nə edək? Orada bu haqda sayılıb qurtara bilməyəcək qədər dəlillər var. Özü də ki, heç bir ayədə və hədisdə Allahın ucalıqda olmasını inkar edən dəlil də yoxdur. Gözəl etirafdır. Bu həqiqətən çox gözəl bir etirafdır. Sonra görün nə deyir. Quran-ı Kərimdə Allahın ucalıq cihətində olmasının dəlilləri yaradanın mövcud olması, tək olması, elmi, qüdrəti, qiyamət gününün baş verməsinə dəlalət edən dəlillər qədər aşkardır. Yəni, təvhidin dəlilləri qədər aşkardır uca Allahın ucalıq cihətində olmasının dəlilləri. Sonra görün nə deyir. Hansı ki, bu məsələ də layiqdir ki, öz əksini, öz təhqiqini tapsın kitabda. Hansı məsələ? Yəni, Allah subhanahu wa ta'ala nə aləmin daxilindədir, nə xaricindədir. Adam təmənni eləyir ki, bu məsələdə öz təhqiqini, yəni bu tənzih etiqadı da, özlərinin iddia etdikləri bu təvhid etiqadı da təhqiqi yaxşı olardı kitabda keçsin. Niyə təmənni eləyir ki, kitabda keçərdi kaş ki? O da mövcud olardı, öz təhqiqini tapardı Quran-ı Kərimdə, Allah nə aləmin daxilində, nə aləmin xaricində, uzaq cihətində deyil, səbəbini də özü deyir, qulaq asın. Çünki bütün aqil insanların fərqli dinlərinin olmasına baxmayaraq, fitrətlərində dua etdikləri zaman
əllərini yuxarı qaldırar və imdadı ucalıqdan tələb etmək yerləşdirilmişdir insanlarda. Yəni insanların fitrətində əslində nə var? Xaliq fövqdədir. İmdad fövqdən dilənilər. Yəni insanların fitrətində bu olduğu üçün yaxşı olardı ki, Quranda da bu məsələ öz təhqiqini tapardı. Necə ki Allahın ucalıq cihətində olması özünə yer tapıb Quranda, yaxşı olardı bu da öz yerini tapardı. Allahın ucalıq cihətində olmaması nə aləmin daxilində, nə aləmin xaricində. Niyə? Çünki insanların fitrətində olan nədir? Odur ki, Xaliq hardadır? Fövqdədir. İndi cavab verir. İndi baxın görün bu işgələ necə cavab verir. Əgər hələ buna cavab demək olarsa. Buyurur ki, Allaha ucalıq cihətindən münəzzəh etmək avam insanların ağıllarının bacarmadığı bir şeydir. Allahı ucalıq cihətindən münəzzəh etmək avam insanların ağıllarının bacarmadığı bir şeydir. Hətta belə ki, əgər avam insana Allah ucalıq cihətində deyildir deyilsə, o inkara düşər. Elə bilər ki, sən ona olmayan bir varlıq haqqında danışırsan. Məhz elə buna görə də, diqqət edin, məhz elə buna görə də avamlara Quranda xitab edilmələri üçün ən münasib, islah olmaları üçün ən yaxşı və haqqa dəvət olmaları üçün ən layiq olanı zahiri təşbih və təcsimlə dolu olan ayələrlə xitab edilməsi olmuşdur. Yəni bu da bunun cavabı. Bunlara irad bildirilində ki, iddia etdiniz bu tövhid etiqadı, bu tənzih etiqadı necə olub ki, kitabda varid olmayıb? Əksinə kitabda sizin dediyinizin əksi varid olub. Cavabları budur. Cavabları budur ki, Quran kimin kitablarıdır? Avamların kitablarıdır. Avamlar üçün nazil olan kitabdır. Avam üçün də layiqi olan odur ki, Allah onları nəyə dəvət eləsin? Təşbihə dəvət eləsin. Təcsimə dəvət eləsin. Allah tərkibi təşbih və təcsim olan mühtəşabih ayələri indirib ki, avam kütləri neynəsin? İdarə etsin. Məgər bu cavabdırmı? Məgər onlar bu işgələ cavab verirlərmi? Hər bir sələfi auditoriyasının nümayəndəsinə, hər bir kəlam əhlinin auditoriyasının nümayəndəsinə sual verirəm. İnsafla cavab verin. Ey kəlam əhli, ey əşarilər, ey maturidlər, adını çəkdiyim bu nəhəng imamlarınız bu işgələ cavab verdimi? Yoxsa bu işgəlin qarşısında aciz qalıb, çıxış yolu axtarıb, daha da böyük bir problemlərə, daha da böyük işgəllərə mi daxil olurlar? Əlbəttə ki, ikincidir. Cavab vermək istədilər bu işgəli, bu problemi, bu eybi öz üzərlərindən qaldırmaq istədilər, amma daha da böyük bir işgələ düşdülər. Bu onların alimlərinin sifətlərlə əlaqəli olan nəslər qarşısında bu cür şəkildə aciz qalmaları olduqca çoxdur. Bu təkcə Fəxrəddin Ər-Razi, Əbu Həmid Əl-Ğazali, Səadəddin Ət-Təftəzəni deyil, yüzlərlə elm əhlinin adını çəkmək olar. Lakin dediyimiz kimi əsas elə 3 alimlərini qeyd etdik ki, onların bu ekola, bu firqəyə, bu etiqada böyük bir xidmət olmuşdur. Və bununla kifayətlənək, doğrusunu uca Allah bilir. Elhamdülillahi Rabbil alemin.